Dostlar salamlar. Bugün 30 günlük sınaq marafonumuzun 4-cü sınağını izah olaraq sizə paylaşacağım. Baxaq görək bu sınaqda nələr çıxıb qarşımıza. Mətnimiz dostlar bu dəfə su haqqında idi və ümumiyyətlə su problemləri, suyun bizim üçün faydası, əhəmiyyəti barədə bir mətn çıxdı qarşımıza. Və məhz bu səbəbdən də ilk sualda ümumiyyətlə şərt what is the passage mainly about mətn nə haqqındadır şərtidir və mətn suyun əhəmiyyəti və onun qorunmasıdır. Doğru cavab C variantıdır. The significance and preserving of water. Significance əhəmiyyətdir, preserve də qorunmaqdır və doğru cavab birinci sualda məhz C variantı olur. İkinci sual, which statement is true? Hansı fikir doğrudur? A variantında water is used only for drinking. Su yalnız içmək üçün istifadə olunur. Bu səhv cavabdır. B variantında countries have equal access to water. Ölkələrin su belə deyək, əlçatanlığı eynidir, bərabərdir. Bu yanlışdır əlbəttə ki, hər kəsin eyni su ehtiyatı yoxdur. C variantında water pollution can cause health issues. Su çirklənməsi ciddi sağlamlıq problemlərinə gətirib çıxara bilər, səbəb ola bilər. Bəli, bu düzgün cavabımızdır. İkinci sualda da C variantı. D variantında climate change improves water quality. İqlim dəyişikliyi suyun keyfiyyətini artırır. Amma mətndə bunun tam tərsi qeyd olunurdu ki, bu suyun keyfiyyətinin azalmağına səbəb olurdu. Və sonunda Y variantı, people cannot help save water. İnsanlar suyun qorunmasına kömək edə bilməzlər. Mətnin hətta son hissələri məhz bu barədə insanların suyu necə qoruması barədə danışırdılar ki, yəni edə bilərik bunu, amma mətndə cavabda daha doğrusu edə bilmədiniz şəklində qeyd olunub və doğru cavab C variantı oldu. Üçüncü sual, complete the sentence, cümləni tamamlayacağıq. Burada water is important because, su vacibdir, nəyə görə? Çünki üçüncü sualımızda burada elə bir cavabımız məhz birdir, it supports daily human activities. O, insanın gündəlik fəaliyyətlərini dəstəkləyir. Əlbəttə ki, su mütləqdir bizim üçün. Doğru cavab 1-dir. 2. It's not needed in farming. Farming bu bildiyiniz kimi fermadır. Yəni suvarma, heyvan filan bu istiqamətlərdə ehtiyac yoxdur qeyd olunur. Bu səhv cavabdır. 3. It's necessary for all living beings. Bütün yaşayan varlıqlar üçün vacibdir. Əlbəttə ki, vacibdir. 3 də düzgün cavabdır. Və 4. It causes environmental destruction. Bu, ətraf mühitin dağıntısına səbəb olur. Burada destruction sözcüsünün açar sözünün üzüdür və yanlış cavabdır. Doğru cavabımız məhz 1 və 3 oldu. Doğru cavab A variantıdır. Dostlar, davam edirik listeningin açıq sualları ilə. 4-cü sual, choose the correct answer. Düzgün cavab tapacağıq. Why do some regions experience water shortage? Nəyə görə bəzi regionlar su çatışmazlığı yaşayırlar? Burada doğru cavab due to climate change, yəni iqlim dəyişikliyinə görə, pollution, çirklənməyə görə, poor management, zəif idarə etməyə görə. Bu üç hissəni tam şəkildə yazmaq sizə tam şəkildə bal verəcək. Burada due to-nun əvəzinə because of-dan da istifadə edə bilərdiniz. Eyni fikrə gəlib çıxacaq və tam cümləni görürsünüz. Gəldik 5-ci suala. Burada complete the sentence-dir, cümləni tamamlamaqdır. Without clean water, təmiz su olmadan və bunu da artıq mətndəki şəkildə cümləni tamamlamamız lazım idi. Doğru cavab many basic activities, yəni bəzi sadə fəaliyyətlər would become difficult, çətinləşə bilər, or even impossible və hətta mümkünsüz ola bilər. Yəni təmiz su olmadan bəzi bəsit fəaliyyətlər çətinləşə və yaxud da ümumiyyətlə mövcud olmaya, mümkün olmaya bilər. Və sonuncu, 6-cı sual, right one, adjective describes the word resource. Yəni resource sözünü təyin edən bir sifət yazmalıydıq, mətndən yazmalıydıq biz əlbəttə ki bunu. Bunu da hər sınaqda çalışıram təkrar qeyd edeyim ki, sifət çox böyük əksər hallarda dırnağın içərisindəki ismin qarşısında işlənir. Azərbaycan dilində də belədir. Sifətin funksiyası ismin qarşısında işlənib onu təyin etməkdir. Bəzi hallarda sifət isimdən sonra da işlənə bilər. Yəni biz interesting book da deyə bilərik. Book is interesting də deyə bilərik. Və hər iki halda interesting sözü məhz book sözünün sifəti təyini kimi qeyd olunacaq. Burada da doğru cavabımız essential sözüdür. Essential vacib, əhəmiyyətli deməkdir.
və doğru cavabdır. Keçirik dostlar, qrammatik suallarımıza. 7-ci sual bir sifət zərf sualıdır. Burada ilk diqqət eləməli olduğumuz məsələ try feildir və feildən sonra biz zərf işlətməliyik. Amma şagirdlərin burada elədiyi qlobal xətalardan biri zərf kimi hard yox, hardly-ni istifadə edirlər. Amma hardly burada yanlış cavabdır dostlar. Çünki hardly-də bizim bir neçə dənə qeydimiz var ki, o qeydlərin də birincisi hardly zərf olsa da feildən sonra işlənmir. Feildən əvvəl işlənir və ona görə burada hardly-ni qəbul edə bilmirik. İkincisi hard sözünün özü ilə bağlı bir qeydimizdir ki, hard ly qəbul etmədən həm sifət ola bilir, həm zərf ola bilir və onu əgər ismin qabağında işlətsək, məsələn, a hard test, çətin test olaraq burada sifət olacaq. Yox, əgər biz onu zərfdən sonra istifadə eləsək, I work hard. Burada isə çox mənasında, burada çətin deyil, artıq mənası çoxdur, gərgin mənasındadır, yəni çox işləyirəm. I work hard, burada artıq çox işləyirəm və bu zərfdir. Yəni hardın zərf olmaq üçün ly-yə ehtiyacı yoxdur dostlar. Ly qəbul edən hard sözü, yəni hardly sözü tamamilə ayrı bir mənada, inkar mənalı bir zərf kimi, çətin ki, çətinliklə mənasında istifadə olunan bir sözdür. Və inkar sözüdür, ən əsas məsələ bunu da yadda saxlayaq. Yəni, qısaca, birinci tərəfdə bizim cavabımız hard olacaq. İkinci tərəfdə də elə məhz bax, burada diqqət edirsə any var. Bunu quantifiers qaydasında da öyrənirik ki, məsələ hardly any ifadəsi işlənir. Çünki bayaq da qeyd elədim ki, hardly məhz inkar sözüdür. Ona görə doğru cavabımız 7-ci sualda B variantı olur. C yazmısınızsa C variantı yanlışdır. Sual 8. Tense form zaman sualı çıxır qabağımıza və ilk nümunədə diqqət edirsinizsə burada look var. Bu bir əmr cümləsidir, bax. Və əmr cümləsinin davamında uşaqlar çox böyük əksər hallarda indiki davam edici zaman işlənir. Bəzi hallarda indiki bitmiş zamanda işlənə bilər ki, burada elə bir cavab görmürük. Və indiki davam edici zaman biz A variantı ilə Y variantında görürük. Is trying və are trying. Və nəzərə alsaq ki, mübtədamız children sözü cəmdədir. Və məhz bu səbəbdən də doğru cavab are trying cavabı olacaq. Doğru cavab Y variantıdır. 9. Mübtəda xəbər uzlaşması variantlardan da görürük. Collecting stamps and coins. Dostlar, burada da siz əksər hallarda çaşıb and bağlayıcısına baxırsınız. Amma unutmayaq ki, ing-li nümunəli, yəni gerund nümunəli başlanğıclar bizdən istənilən halda tək xəbər tələb eləyir və burada siz tərcüməyə diqqət eləsəz də, möhürlər və qəpiklər toplamaq onun hobbisidir. Yəni burada toplamaqdır hobbi olan. Collecting is his favorite hobby olur. Yəni stamps and coins ayrıca mübtəda olsa, bəli, biz onun xəbərini ar verərik. Amma burada collecting sözü əsas sözdür. Bunun da çox bəsit bir ipucusu var ki, əgər nümunəyə ing-li nümunə ilə başlayırsınızsa, davamında nəyin gəlməyi bizim üçün əhəmiyyət kəsb eləməyəcək. ing-li nümunənin başlanğıcı bizdən tək xəbər tələb edir. Yalnız bir halda cəm xəbər olar ki, siz and bağlayıcısı ilə 2 dənə ing-li nümunə verərsiniz. Məsələn, collecting and selling. Tutaq ki, toplamaq və satmaq. Yəni, bu halda xəbəri cəmdə verərsiniz. Amma tək ing-li nümunə bizdən tək xəbər tələb edir və doğru cavab burada D variantı olur. Yəni, is xəbər olur. C variantını da, will-i də biz bəzən tək xəbər kimi istifadə edə bilirik. Amma dostlar, burada həmişə qeyd edirəm ki, will heç bir halda tək başına işlənmir. Onun yanında həmişə ya be, ya da başqa bir feil işlənməlidir. İşlənmədiyi üçün bu variantımız yanlışdır. Doğru cavab məhz D variantı olur. 10-cu sual, article sualıdır. Birinci tərəfdə diqqət edirsinizsə, most talented var, bu sifətin üstünlük dərəcəsidir və üstünlük dərəcəsində Z artiklı mütləq işlənməlidir. İkinci tərəfdə isə world sözü var. O da hər zaman Z ilə işlənən nümunələrdən biridir və hər iki tərəfdə Z olan doğru cavabımız C variantıdır. Sual 11. Would you like Tom? Bundan öncəki videoda xatırlayırsa demişdim sizə ki, feil, tamamlıq, feil ardıcıllığı bizə mürəkkəb tamamlığı verir. Burada da diqqət edirsə would like feilimiz var, Tom tamamlığımız var və biz növbəti feili yazmalıyıq və mürəkkəb tamamlığın qaydasına görə də would like bizim 3-cü qrup feillərimizdən biridir. 3-cü qrup feillər özündən sonra to-lu feil tələb eləyir və 11-ci sualın cavabı məhz C variantı olur. Sual 12. Do you remember the man? Bu complete sentence həm də nisbə vəzlik qaydasını tətbiq eləyəcəyimiz bir testdir. Və burada dostlar, mən sözü canlı olduğuna görə biz
B variantındakı which və Y variantındakı which nümunələrini silirik. Çünki burada which və which nümunəsi belə deyə canlını təyin eləmir. Canlını who, whom, whose və that əvəzlikləri təyin eləyir. Which canlıya aid olmur. Digər iki cavab isə C və D variantı isə ona görə yanlışdır ki, C-də did var. Biz onu sual cümlələrində istifadə edirik. Və complete sentence şərtli testlərin budaq cümlələrində, yəni variantdakı cümlələrində köməkçi feillər qarşıya keçmir və yaxud da sual cümləsi quruluşundan biz istifadə etmirik. Ona görə C variantı da yanlışdır və D variantına da yenə have keçib we-nin qabağına diqqət edirsə bu da yanlışdır. Doğru cavab burada A variantıdır və who mübtada, was standing də xəbərdir və məhz budaq cümlədə də bizdən mübtada üstəgəl xəbər quruluşu tələb olunur deyə doğru cavab A variantı olur. 13-cü sualla davam edirik. 13-cü sual quantifiers sualıdır və burada diqqət edirsə nöqtələrdən sonra loyal clients ifadəsi gəlibdir, yəni bir cəm isim nümunəsi gəlibdir. Və variantlarda 1 a little cəm isimdən işlənmir və plenty deyə bir əvəzliyimiz də yoxdur, əvəzlik plenty of-dur. Qalır əlimizdə 2, 3 və 4 cavabı. Və burada əslində bəsit bir məntiqlə diqqət eləsəz, uşaqlar, 2 few az deməkdir, many ilə a lot of isə çox deməkdir. Və biz variantlardan da görürük ki, ən azı 2 və 3 cavab seçməliyik. Və ona görə də əgər seçəcəyiksə, burada bir-birinə məna olaraq uyğun olan o 3 ilə 4-ü seçərik də. Çünki ikisi də çoxdursa, ikisi də eyni şəkildə uyğun gələcək cümləyə. Və tərcümə ilə də yoxlayaq bunu. Our business is growing well. Deyir, bizim biznesimiz, işimiz yaxşı inkişaf edir. We already have many or a lot of loyal clients. Yəni bizim artıq çox sadiq müştərilərimiz var. Çox. İşimiz yaxşı inkişaf edirsə, müştərilərimiz çox olmalıdır. Yəni 3 ilə 4 olur cavab və doğru cavab 13-cü sualda C variantıdır. Sual 14. Choose the line of singular nouns. Yəni tək isimlərin sırasını seçəcəyik. A variantında trousers, B variantında police, C variantında children sözləri cəmdədir. D variantında da həm women sözü, həm parent sözü, həm cars, həm apples hamısı cəm isimlərdir. Yalnızca birini tapmaq yetərlidir. Doğru cavab 14-cü sualda Y variantı olacaq. Music, news, actress və mathematics sözləri hər biri tək isimlərdir. Mathematics sözünün sonunda da X var. Bu X sonluğu sayılmayan isimlərə aiddir, yəni söz sayılmayandır. News sonu S ilə bitsə də üstü çaşdırmasın. Həmişə təşkil olan isimlərimizdən biridir. Doğru cavab Y variantıdır. Sual 15 ilə davam edirik. Dostlar, burada ilk hissədə diqqət eləməli olduğunuz 2 dənə nümunə var. Birincisi over there sözüdür ki, biz over there sözü orada mənasındadır. Yəni bu uzaqda olan nələrisə göstərmək üçün istifadə olunur və biz bu halda that və ya those əvəzliklərindən bax buradan sizin üçün bir dənə ipucu kimi də yazıram ki, o cümlədə əgər over there varsa siz ya that istifadə eləməlisiniz, ya da those istifadə eləməlisiniz və bunların da istifadəsi isimdən asılıdır. Və diqqət edirsə burada da ardınca shelf gəlib. Shelf tək isimdir. Tək isim olduğuna görə əlimizdə bir dənə variant qalır, o da that variantıdır. Birinci tərəfi zət olan uşaqlar 2 cavabımız var. Biri A-dır, biri D-dir. Ona görə C-ni, Y-ni və B-ni silirik. A ilə D variantları arasında qalırıq. Keçirik ikinci tərəfə. İkinci tərəfdə bax diqqət edirsə novels ismi gəlir. Bu da cəm isimdir. Həm A-dakı Sam, həm də D-dəki Sam, onsuz da eynidirlər, ikisi cəm isimdən işlənə bilirlər. Və gəlirik üçüncü tərəfə. Üçüncü tərəfdə nöqtələrdən sonra of gəlib. No-dan sonra of işlənmir. Ona görə D variantında silirik və cavab olur A variantı. Every, no və bir də törəmə əvəzliklərdən sonra qəti şəkildə of sözünüzü işlədə bilməzsiniz. Sual 16. Burada nöqtələrdən əvvəl office sözü gəlib. Office sözü cansızdır. İlk olaraq uşaqlar what-u silirik. Ümumiyyətlə bunu da burası sizin üçün qeyd edeyim. İsim, üstəgəl, what strukturu heç bir şəkildə işlənmir. İsimdən sonra what istifadə edə bilməzsiniz. What-dan sonra isim gələ bilər. Amma isimdən sonra what gələ bilməz. Əlimizdə 1, 3, 4 qalır. Burada doğru cavabımız 1 və 3-dür. Çünki cansızları which ilə zət təyin edir. Amma dostlar, office sözü elə bir sözdür ki, biz office sözünə hara olaraq da müraciət edib və-yanı da işlədə bilərik. Burada və-yanın işlənə bilməməyinin səbəbi nöqtələrdən sonra designs xəbərinin, yəni feilin gəlməyidir. Yadınızda saxlayın ki, və-ya üstəgəl xəbər heç bir şəkildə işlənə bilməz. Çünki və-ya sözü cümlədə mübtəda ola bilmir dostlar. Bax, səbəb budur ki, 4-cü variantımız da yanlışdır. Bu qayda when sözü üçün də keçərlidir. Yəni nöqtələrdən sonra xəbər gəlibsə, siz nə və-yadan, nə də when-dən istifadə edə bilməzsiniz. Burada açıq-aydın anlayın ki, canlılar üçün
Who-dan və ya that-dən xəbər gələn halda cansızlar üçün which və ya that-dən istifadə etməlisiniz. Doğru cavab Y variantıdır. Sual 17. İlk olaraq modal feil mövzusudur. İlk olaraq biz burada yanlış modal feilləri silməliyik. B variantında haven't to quruluşu səhvdir ümumiyyətlə. Biz have to, has to, had to modal feillərinə heç vaxt to artıra bilmərik. Onların inkarı do, does, did-lə düzəlir. Yəni don't have to, doesn't have to və didn't have to formasında olur. C variantında don't have verilib, amma to'su yoxdur. Bu da yanlışdır. Daha sonra digər 3 cavabımız A variantı, D variantı və Y variantı qalır dostlar. İkinci məsələ. Yuxarıda diqqət edirsinizsə, ikinci tərəfdə mübtədamız you-dur. Biz isə you-la is işlədə bilmərik. You-la are olur. Və bu cavabımız da səhvdir. Qalırıq A variantı ilə D variantının arasında və buradan sonrası artıq tərcümədir. Və tərcümə ilə məsələn A variantını tərcümə eləsə deyir ki, you may park your car here. Sən maşını burada saxlaya bilərsən. You have to find another place. Sən başqa yer axtarmalısan. Birinci cümlədə deyir saxlaya bilərsən, amma ikinci cümlədə deyir ki, başqa yer tapmalısan. Bu məna olaraq uyğun gəlmir. Amma D variantı bizim doğru cavabımızdır. Və tərcümədə də deyir ki, you mustn't park your car here. Sən maşını burada saxlaya bilməzsən. You have to find another place. Sən başqa bir yer tapmalısan. Doğru cavab D variantı. Sual 18. Passive voice. Yəni məchul növ axtarırıq. Uşaqlar, diqqət edirsinizsə, bax burada yuxarıda şərtdə verilən məlum növ cümləsidir. Aşağıdakı variantdakı bütün cümlələr də in which city ilə başlayır. Yəni bizim bax bura qədərlə heç bir işimiz yoxdur. Ora gözünüzdə böyüdüb cümləni böyük şəkildə görüb gözünüzü qorxutmayın. Biz qalan hissə ilə başlayırıq. Burada diqqət edirsinizsə do var. Do indiki zamandır və indiki zamanda da biz məchul növdə to be-dən istifadə edəcəyimiz üçün, ümumiyyətlə məchul növün düsturu to be üstəgəl verb 3-dür. Bizə əmizar lazımdır. Ona görə Y variantındakı have-i və B variantındakı has-i silirik. Daha sonra yuxarıda diqqət eləsəz dostlar, Z mübtədadır, produce xəbərdir, the best chocolate da tamamlıqdır. Və məlum növdəki tamamlıq məchul növdə mübtəda olacağına görə biz deməli oba diqqət edirsə A-da iz qalıb, C-də iz qalıb, D-də ar qalıbdır. Bunların arasından izimi seçəcəyik, yoxsa arımı seçəcəyik? Buna the best chocolate sözünə baxıb qərar verməmiz lazımdır. Çünki the best chocolate yuxarıda tamamlıqdır deyə aşağıdakı məchul növdəki cümlədə mübtəda olacaq. Mübtəda da olsa deməli mən xəbəri onunla uzlaşdırmalıyam. Və the best chocolate də təkdə olduğuna görə deməli biz ondan iz işlətməliyik. Və avtomatik olaraq D variantındakı arı da silirik, qalırıq A ilə C-nin arasında. Və C variantında da uşaqlar izdən sonra been işlənib. Been anlayışını biz ancaq have, has, had nümunələrindən sonra işlədə bilərik. Doğru cavab A variantı olacaq 18-ci sualda. Sual 19. Preposition testidir. Dostlar, arrive feili ilə 2 nümunədə biz qarşılaşa bilərik. Əgər arrive feilindən sonra bir ölkə, şəhər, yəni böyük bir ərazi gələrsə, bu halda arrive in-dən istifadə olunur. Yox, əgər arrive-dan sonra digər kiçik ərazilər, hər hansı, yəni ölkə, şəhər xaricində belə deyək də, digər yerlər gələrsə, bu halda at sözünüzündən istifadə olunur. Və burada da diqqət edirsinizsə, arrive-dan sonra da airport gəlir və bununla da biz avtomatik olaraq at işlətməliyik. Birinci tərəfi at olan uşaqlar bizim 2 cavabımız var. B variantı, Y variantı. Ona görə A-nı, D-ni və C-ni silirik. İkinci tərəfdə isə January morning ifadəsi gəlir və bu şagirdlərin ən çox çaşdırdığı ifadələrdən biridir. Uşaqlar, January aydır. Biz aylarla in işlədirik. Morning günün müəyyən bir hissəsidir. Günün hissələrində morning, afternoon, evening-lə biz in işlədirik. Night, midnight-la isə at işlədirik. Fərqli hissələr var. Amma dostlar, istənilən bax, 2 belə birləşməni görəndə sözünüz hər zaman 10 olsun. January morning, Monday night və s. və axır. İstənilən belə deyək də, fəsil, daha sonra günün müəyyən hissəsi, ilin ayları, həftənin günləri, bunların ikisinin birləşməsinin qarşısında avtomatik olaraq 10 sözünüzündən istifadə edəcəksiniz və 19-cu sualda bizim doğru cavabımız məhz Y variantı olur. B variantı olmur. January tək başına olsaydı B-ni seçərdik. Morning tək başına olsaydı yenə B-ni seçərdik. Amma ikisi bir araya gəldikdə söz önləri 10 olur. Bunun səbəbi də bilirsiniz nədir? Çünki ikisi bir araya gəldikdə artıq bir gün ifadə edir. Baxın, January bir aydır. Morning günün müəyyən bir hissəsidir. Amma January morning bir yanvar səhəridir. Bu artıq bir günə aid bir ifadədir və ixtiyari bir günü ifadə edən istənilən anlayışın qarşısında biz 10 söz önüsündən istifadə edirik. Gəldik 20-ci suala. Bundan əvvəlki sınaqda bu suala toxunmuşduq sizlə. Bu dəfə artıq to-lu versiyanı verirəm.
Bundan öncəki sınaqda xatırlayırsınızsa sizin üçün bu have has had'ın qaydasını izah etmişdim və orada qeyd eləmişdim ki, have has had'dan sonra verb 3, hər hansısa bir feilin verb 3 forması və ya got gələrsə, biz cavabda have has had'ın özündən istifadə edirik. Yox, əgər to-lu feil və yaxud da isim gələrsə, bu halda do does diddən istifadə edirik. Və burada diqqət edirsinizsə, haddən sonra to-lu feil işlənib. Bu bir had to modal feilidir. Və modal feilin qaydasında da elə biz buna toxunuruq ki, have to, has to, had to-nun sual inkarı özü ilə düzəlmir. Have to do ilə, has to does ilə, had to isə did ilə. Və burada da had to olduğuna görə biz diddən istifadə edəcəyik. Birinci tərəf təsdiqdə olduğuna görə ikinci tərəf inkarda olmalıdır və doğru cavabımız 20-də məhz C variantı olur. Sual 21. Advisor sözü məsləhətçidir. Buna uyğun gələn cavab elə A-dır. A person who gives advice. Elə burada advice sözü onsuz da sizin üçün bir ipucudur. Doğru cavab A variantıdır. Artist rəssamdır. Burada doğru cavab C variantıdır. Bax, burada da definitionda diqqət edirsə bir art sözü var. 2C olacaq. Və author isə uşaqlar müəllif deməkdir. Və buna da uyğun gələn cavab B variantıdır ki, a person who writes books. Yəni kitablar yazan insan. Yəni kitabın müəllifi. Ardıcıllıq A, C, B şəklindədir və doğru cavabımız məhz B variantıdır. Və sonuncu sual 22-ci sualdır ki, bu sual da bizim topluda bu il yeni nümunələrdə gördüyümüz suallardan biridir. Və dostlar, bu hissədə qaydamız bax belədir. Əgər had better ifadəsindən istifadə olunsa, onun ardıca feilin verb 1 formasından, yəni to-suz məsdər formasından istifadə olunmalıdır. Bax, görürsünüz, to-nu yazıb üstündən xətt çəkmişəm. To-dan istifadə edə bilmərik. İkinci nümunəmiz would rather-dır. Bu halda da yenə eyni had better-dakı kimi verb 1, amma to-suz şəkildə istifadə olunacaq. Sonuncu ifadəmiz isə would prefer ifadəsidir. Burada isə dostlar, bu onlardan fərqlənir. Would prefer-dan sonra to hissəcikli feildən istifadə etməlisiniz. Və diqqət edirsinizsə, burada nümunədə verilən cavab had better-dır. Qeyd elədik ki, to-suz verb 1 istifadə olunur və ona görə də doğru cavab 22-ci sualda məhz C variantı olacaq. Davam edirik dostlar mətn sualları ilə. Bu dəfəki mətnimiz xaricdə yaşamaq, onun təsirləri, nəticələri, çətinlikləri ilə bağlı idi. 23-cü sualda what is the passage mainly about mətn nə haqqındadır və burada doğru cavabımız məhz C variantıdır. Hansı ki, burada C variantında experiences of living in a foreign country, yəni xarici ölkədə yaşamağın bir növ təcrübələri formasında. A variantında the social effects of adapting to a new culture, yeni mədəniyyətə alışmağın sosial təsirləri, yəni bu deyil cavab. B variantında reasons people travel to different countries, insanların müxtəlif ölkələrə səyahət eləmə səbəbləri. D variantı language learning methods, dil öyrənmə metodları və Y variantında daily routines of workers in developed countries, inkişaf etmiş ölkələrdə işçilərin gündəlik rutinləri, yəni alışqanlıqları. Bu da deyil cavab və cavab C variantı olur 23-də. 24-cü sualda bizdən false variant istəyir, yəni yanlış variant istəyir. Və burada da dostlar yanlış variant cavabımız yenə C variantıdır. People adjust immediately without problems. Yəni insanlar heç bir problem olmadan dərhal uyğunlaşırlar xarici, amma mətndə də qeyd olunur ki, bu dərhal baş vermir, əlbəttə, müəyyən bir müddət lazımdır buna. Və burada da bizdən məhz səhv cavabı istədiyinə görə doğru cavab C variantıdır. Və məhz bu cavabı ikinci abzasını siz sonlarında da görə bilərsiniz. Bax, burada over time most people adjust. Yəni zamanla əksər insanlar uyğunlaşırlar. Daha sonra keçirik 25-ci suala. Why do people decide to live abroad? Nəyə görə insanlar xaricdə yaşamağa qərar verirlər? Bu da uşaqlar elə birinci abzasının ikinci cümləsidir. Many people choose to move another country for education, work or better quality of life. Və buna uyğun cavab da məhz burada B variantıdır. Elə bax, orada education qeyd olunub, variantda study qeyd olunub, work job olaraq əvəzlənib və burada da yuxarıda better quality of life ifadəsi, burada better life conditions. Yəni eyni mənadır, eyni fikirlərdir. Doğru cavab məhz burada 25-ci sualda B variantıdır. Daha sonra 26-cı suala baxırıq. 26-cı sualda doğru cavabımız yenə B variantıdır. Daily activities in a foreign country may require extra effort at the beginning. Başlanğıcda gündəlik fəaliyyətlər xarici ölkədə müəyyən ekstra bir cəhd tələb eləyə bilər. Bax, bu da uşaqlar
Yenə işarə edəcəm 2-ci abzatsdakı cümlədir ki, simple activities such as shopping, visiting a doctor may require extra effort. Həmin cümlədir ki, yəni gündəlik fəaliyyətlərin əlavə bir cəhdə ehtiyacı ola bilər, yəni. Keçirik 27-ci suala. Write the opposite meaning. Bu dəfə əks mənalı nümunəsi çıxıb qabağımıza və feilimiz də to weaken hissəsidir və to ilə olmağı bizə feil olduğunu göstərir. Dostlar, weak sözü bizim o sifət kimi zəif mənasında bildiyimiz bir sözdür. Weaken da məhz elə onun feil formasıdır ki, yəni zəifləmək, bir növ inkişaf etməyin antonimi kimi düşünün. Və bu sözümüzün nümunəsini biz paragraf 3, yəni 3-cü abzasdan tapacağıq. Və dostlar, 3-cü abzasda weaken sözünün antonimi məhz burada broaden sözüdür. İnkişaf etdirmək, genişləndirmək mənasındadır bu söz. Və 3-cü abzasda bax həmin sözü sizin üçün işarə eləyirəm də. Bu broaden sözü inkişaf elətdirmək, broad sözü onsuz da özü sifət kimi, bax o da broad sözü ilə weak sözü sifət kimi bir-birinin yenə antonimidirlər. O sonuna en artırılıb feil olaraq çıxır qarşımıza, amma yenə məna həmin mənadır. Sual 28. Bu dəfə definition sualıdır və paragraf 2, ikinci abzasdandır. A piece of work, yəni bir hissə iş, işin bir parçası, to be done or undertaken, yəni edilməli və ya öhdənizə götürdüyünüz iş. Və burada doğru cavabımız, dostlar, məhz task sözüdür, tapşırıq mənasındadır və 28-ci sualın doğru cavabı olur. Gəldik 29-cu suala. Burada over time most people, bunu bayaq sizə elə işarələdiyim bu cümlə idi, variantda da düşmüşdü. Living abroad. Bax, bunun davamında dostlar, belə bu adjust sözündən ta axıra qədər olan hissəni biz götürürük və həmin hissənin içərisindən ən azı 2 sözü sinonimi ilə əvəzləməli oluruq. Burada dostlar, əvəzləmələri bu şəkildə edə bilərsiniz ki, adjust sözünün yerinə regulate sözü və yaxud da adapt sözünü istifadə edə bilərsiniz. Start başlamaqdır, begin və ya commence sözlərindən istifadə edə bilərsiniz. Comfortable rahatdır, relaxed, settled, pleasant, cozy bu tip sözləri rahat, uyğun mənalarında istifadə edə bilərsiniz və surroundings sözünün əvəzinə də environment sözündən istifadə edə bilərsiniz və mən 4 fərqli nümunə verdim sizə, amma hər zaman tövsiyə edirəm ki, 2 ən əmin olduğunuz variantı seçib yazmaq sizin üçün daha faydalıdır, əlavə qəhrəmanlıq eləməyin yəni. Gəldik 30-cu suala. If you have a chance, in which country would you like to spend your future life? Əgər şansınız olsaydı, gələcək həyatınızı hansı ölkədə keçirmək istərdiniz? Dostlar, bu yenə sizdən cavab gözlədiyim bir sualdır. Öz şəxsi fikirlərinizi, cümlələrinizi yazın. Mən həmin cümlələrə baxım və sizə açıq aydın bir cavab verim ki, burada səhviniz nədir, səhviniz varmı və yaxud da tam doğru yazmısınızmı? Əksikliklər olduqda mütləq şəkildə bunu sizə bildirirəm. Qrupumuza da qoşula bilərsiniz, sınaqlarımızda da tam şəkildə iştirak edə bilərsiniz. Sınaqların PDF formatını əldə etmək üçün WhatsApp buraxılış qrupumuza qoşulun. Gündəlik olaraq sınaqları əldə edin. Video izahları isə bacardığım qədər burada sizinlə bölüşürəm. Hər birinizə uğurlar, növbəti sınaqda görüşənədək.